Salam, hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif təbiət dərsliyindən ardıcıl və paralel birləşmə mövzusunu öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlanın hissəsindəki tapşırıqlara baxacaq. Əvvəlcə uşaqlar sizinlə düşün, müzakirə et və paylaş hissəsindəki tapşırıqlara baxaq. Burada deyir ki, lampaları ardıcıl yoxsa paralel birləşdirdikdə bateriyanın enerjisi daha sürətlə azalar və fikirlərinizi əsaslandırın. Deməli, biz öyrənmişik uşaqlar sizinlə paralel birləşmə və ardıcıl birləşmə. Birləşmə çəkək sizinlə. Deməli, bir birləşmə çəkək ardıcıl olsun. Bax, indi hal-hazırda çəkdiyim birləşmə, burada lampalar ardıcıldır. İndi bir birləşmə də çəkəcəm sizinlə. Bu lampalar bir-biri ilə paralel bağlansın. Deməli, bir lampamız burada olacaq və dövrəni qapadıq. Digər lampamız isə bax burada yerləşəcək. Əlbəttə ki, burada açarı da çəkmək olar, amma sadəcə mən açar çəkməklə vaxt itirmək istəmirəm. Amma istəsəz siz açar da çəkə bilərsiniz dövrəyə. Baxın, birinci birləşmə ardıcıl birləşmədir. Buraya yazaq ardıcıl. Amma digər birləşmə isə paralel birləşmədir uşaqlar. İndi bizdən soruşur ki, lampaları ardıcıl yoxsa paralel birləşdirdikdə bateriyanın enerjisi daha sürətlə azalar. Baxın uşaqlar, ardıcıl birləşmə zamanı enerji gəlir bax buradan, lampalardan keçir və ikinci lampadan da gəlib keçəcək və daha sonra dövrə qapanacaq və lampa yanmış olacaq. Burada enerji hər ikisi tərəfindən, hər iki lampaya bərabər miqdarda paylanır və bərabər miqdarda paylandığına görə lampanın parlaqlığı azalacaq. Amma ikincisində isə, deməli, buradan cəryan gəlir, keçir birinci lampadan, eyni zamanda aşağıya düşür, gəlir, keçir ikinci lampadan uşaqlar və yuxarıda birləşir, yenidən bu dövrə qapanır və bunun nəticəsində lampa yanmış olur, hər ikisi yanmış olur. Amma burada cəryan hər ikisinə bərabər miqdarda paylandığına görə lampaların parlaqlığında bir zəifləmə olmayacaq. Demək ki, paralel birləşmədə lampaların parlaqlığında zəifləmə olmadığı üçün daha çox enerji, əlbəttə ki, birinci, yəni paralel birləşmədə olmuş olacaq. Amma ardıcıl birləşmədə isə bateriyanın enerjisi daha az istifadə olunduğuna görə daha gec qurtarar. İndi suala qayıdaq. Lampaları ardıcıl yoxsa paralel birləşdirdikdə bateriyanın enerjisi daha sürətlə azalar. Əlbəttə ki, paralel birləşdikdə. Paralel. Çünki paralel birləşdirdikdə daha çox enerji götürəcək ki, hər ikisinə bərabər miqdarda enerji paylasın və zəifləməsin lampaların parlaqlığı. Daha sonra keçək uşaqlar öyrəndiklərinizi tətbiq edin hissəsinə. Burada deyir ki, 3 lampanın ardıcıl birləşdirildiyi dövrənin sxemini çəkin. Deməli uşaqlar, biz burada dövrəni çəkən zaman həm açar vasitəsilə, həm də açarsız dövrələr çəkə bilərik. Əvvəlcə açarsız dövrə çəkək. Bu olsun birinci lampamız, ikinci lampa və üçüncü lampa. Ardıcıl dediyinə görə hər üç lampanı biz ardıcıl çəkdik uşaqlar və açar çəkmədik. İndi də ikinci dövrə, yəni açarla dövrə çəkək. Açar vasitəsilə çəksək, bax, yenə də bax, birinci dövrəmiz, birinci lampamız, ikinci lampamız və üçüncü lampamız. Açar dediyinə görə gəlin burada da bir açar qoyaq yuxarıya istiqamətdə. Açarımız hələ ki açıq olsun və buradan dövrəni qapadaq. Bu şəkildə uşaqlar sizinlə dövrə çəkmiş olduq uşaqlar. Daha sonra keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci suala baxaq. Deyir ki, aşağıdakı fikirlərin nə üçün doğru və ya yanlış olduğunu izah edin. Birinci sual. Eyni mənbəyə ardıcıl qoşulmuş lampalardan keçən cəryan, paralel qoşulmuş lampalardan keçən cəryanla müqayisədə daha çoxdur. Baxın. Əslində, bunu biraz əvvəl də izah etmiş olduq. Əlbəttə ki, bu fikir yanlışdır. Səbəb nədir? Çünki biz fəaliyyətdə də görmüşdük ki, ardıcıl qoşulmuş lampaların parlaqlığı azalır.
Yəni eyni mənbəyə ardıcıl qoşulmuş lampalardan keçən cəryan paralel qoşulmuş lampalardan keçən cəryanla müqayisədə çox deyil. Əksinə azdır. Çünki lampaların parlaqlığı azalır. Fəaliyyət hissəsində bax, istəsəz bir daha kitabda oxuya bilərsiniz həmin hissəni. Və B variantına baxaq. Paralel birləşdirilmiş lampalardan birinin sönməsi digərinə təsir etmir. Görək həqiqətən də belədirmi? Hər birini silək. Və burada bir paralel birləşmə çəkək. İki lampadan ibarət olan paralel birləşmə çəkək. Açar yenə də qoymuram, amma istəsəz siz qoya bilərsiniz. Fərqi yoxdur. Və ikinci lampamız da burada. İndi deyir ki, paralel birləşdirilmiş lampalardan birinin sönməsi digərinə təsir etmir. Baxın, tutaq ki, əvvəlcə hər ikisi yanır. Hər ikisi yandığı müddətdə cəryan axır burada. Əvvəlcə birinci lampaya, daha sonra eyni zamanda ikinci lampa üçün aşağıdan da gəlir. Hər ikisindən keçir. İndi buradan da gəlir, keçir, birləşir və yuxarıya doğru gedir. Və bunun nəticəsində dövrə qapanır və cəryan hər iki lampadan keçdiyinə görə hər iki lampa yanır. Yəni, işıq saçır. İndi deyir ki, uşaqlar, paralel birləşdirilmiş lampalardan birinin sönməsi. Əgər birinci lampa sönərsə, indi bunu neyinə işarə edək? Tutaq ki, mavi işıqla, yəni bu lampa işləmir. Bu lampa xarab olub, sıradan çıxıb. Bunun sönməsi digər lampaya təsir edərmi? Yenə də yoxlayaq. Yenə də cəryan gələcək. İndi sarı rənglə göstərək cəryanı. Cəryan yenə də gələcək. Buradan keçdiyi zaman lampanı yandırmayacaq. Çünki lampa özü yanıb artıq yoxdur, sıradan çıxıb. Gələcək bu lampadan keçəcək. Yuxarıya doğru gedəcək. Fikir verin, dövrə yenə də qapandı. Dövrə yenə də kapandığına görə, baxın, buradan gəlmişdi, keçdi buradan. Bu lampadan da keçib dövrəni qapadığına görə lampa işə düşəcək, yəni işıq saçacaq. Demək ki, birinci lampanın sıradan çıxması ikinci lampaya təsir etmir. Bu baxımdan paralel birləşmədə, bəli, B variantı doğrudur. Nişanlayaq bunu. B variantı doğrudur, uşaqlar. Paralel birləşdirilmiş lampalardan birinin sönməsi digərinə təsir etmir. Amma ardıcıl birləşmə üçün bunu demək olmaz. İstəyirsiniz onu da izah edin. Ardıcıl birləşmədə də sizdə heç bir ümumiyyətlə çətinlik yaranmasın. Baxın, buradan bir daha çəkirəm. Ardıcıl birləşmə. İndi ardıcıl birləşmə çəkirəm iki lampa üçün. Bax, buradan çəkdim. Dövrə qapandı, düzdür. İndi mən deyirəm ki, lampalardan biri ardıcı birləşmədə yansın. İndi yanmasa, onu izah edeyim. Əgər lampaların hər ikisi işləsə, nə edəcək? Cəryan buradan gəlir, birinci lampadan keçir, daha sonra ikincidən də keçir və dövrə qapandığına görə hər iki lampa işıq saçacaq. Düzdür? Çünki burada hər iki lampa işləyir və qısa qapanma yoxdur. Heç bir naqildə problem yoxdur. Amma bizə deyir ki, indi lampalardan biri işləmərsə, bax, tutaq ki, bu lampa yoxdur, sıradan çıxıb. Sıradan çıxdığı zaman, indi görək vəziyyət necə olacaq? Həqiqətənmi birinci lampa yanmayacaq? Baxaq. Baxın, burada nə olacaq? Cəryan buradan gələcək, gəldi, birinci lampadan keçdi, amma ikinci lampadan keçə bilmir. Nə də əlavə bir yolu yoxdur ki, keçsin, axı bu dövrə qapansın. Baxın, lampadan cəryanın keçməyi o demək deyil ki, lampa yanacaq. Lampanın yanması üçün mütləq bu cəryan gəlib bu dövrə qapanmalıdır ki, yəni digər qütbə çatmalıdır ki, daha sonra lampa yanmış olsun. Bu baxımdan dövrə qapanmadığına görə, çünki bu lampa artıq sıradan çıxıb və bunun üzərindən hoppanıb keçməyəcək ki, düzdür. Buna görə də lampa olmadığına görə cəryan qapanmır və bunun nəticəsində birinci lampada yanmayacaq uşaqlar, yəni işıq saçmayacaq. Yəni, ardıcıl birləşmə ilə paralel birləşmənin fərqi bundan ibarətdir. Paralel birləşmə üstünlüyü də məhz bundan ibarətdir ki, birinci lampa, yəni bir lampa sıradan çıxarsa, ikinci lampa mütləq şəkildə yanar. Məsələn, bu lampa da sıradan çıxsaydı, bu lampa işləsəydi, əlbəttə ki, bu lampada işıq saçmış olacaq idi.
Məsələn, siz yeni il işıqlarına fikir versəz, onların bəziləri ardıcıl, bəziləri isə paralel birləşir. Ə, Həmin o işıqlarda, əgər işıqlardan biri xarab olarsa, tutaq ki, ardıcıl birləşmiş işıqlardan söhbət gedir. Biri sıradan çıxdığı zaman digərləri heç biri yanmır. Amma paralel birləşdirilmiş işıqlarda isə biri sıradan çıxdığı zaman yalnız özü işləmir. Amma digər bütün işıqlar yenə də işıq saçır. Belə uşaqlar, daha sonra ikinci sualda yenə də müzakirə edək. Çox geniş izah vermiş oldum. Ümidvaram ki, heç bir çətinlik yaranmaz sizdə. Daha sonra ikinci suala indi baxaq. İkinci sualda deyir ki, lampa və elektrik motorunun, yox, burada C variantı qaldı axı. Cəryan voltmetrlə ölçülür. Xeyr, cəryan voltmetrlə ölçülmür. Cəryan nə ilə ölçülür? Ampermetr. Ampermetr vasitəsilə ölçülür. Voltmetrlə ölçülən gərginlikdir. İndi ikinci suala baxaq. Lampa və elektrik motorunun ardıcıl birləşdirildiyi dövrənin sxemini çəkin. İkinci sualın izahını bax buradan yazıram. Lampa və elektrik motorunun ardıcılı birləşmiş. Deməli, batareya çəkək buradan. Daha sonra lampanı buradan çəkək. Bir də elektrik motoru deyirsə, ardıcılı birləşmiş formada. Burada da elektrik motoru çəkdim. Və dövrəni də qapadım. Gördünüz, lampa və elektrik motoru eyni xəttin üzərində yerləşdiyinə görə bunlar ardıcıl birləşmişdir. Burada açar çəkmədim, amma istəsəz bir də çəkərik, orada da açar olsun. Bax, yenə də elektrik motoru buradan çəkək. Lampanı da buradan. Açarı da bax buradan çəkək. Və dövrə qapandı. Hər ikisi, yəni motor və lampa yenə də burada ardıcıl birləşdirilmişdir. Belə uşaqlar, bu şəkildə sizinlə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqları geniş və ətraflı izah etmiş olduq. Yenə də bu şəkildə mövzuların izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də rəy bölməsinə yazaraq mənimlə bölüşə bilərsiniz. Sağ olun.